Çoxlarının evində olan pul ağacı bitkisinin bir çox xəstəliyi sağaltdığını bilirdinizmi? Bugün sizə bitkinin faydaları və istifadə qaydaları haqqında danışacağam. Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, bəyənməyi unutmayın ki, bu video daha çox insanın qarşısına çıxsın. Pul ağacı və ya krassula kimi tanınan bitki dovşan kələmi cinsinə aiddir. Hesab edilir ki, o evə pul cəlb edir. Həm də çiçək açarsa tezliklə sahibi zəngin olacaq. Və bilməlisiniz ki, pul ağacı nadir hallarda çiçək açır. Bu bitki aloe qədər müalicəvidir. Pul ağacının tərkibində çoxlu sayda faydalı mikroelementlər, uçucu yağlar var. Bu isə imkan verir ki, bir sıra xəstəliklər zamanı istifadə edilsin. Pul ağacı antibakterial və antiviral dərman kimi həşərat dişləməsindən yaranan yaraları sağaltmaq və dezinfeksiya etmək üçün istifadə olunur. Şişkinliyin qarşısını alır. Qaşınmanı yox edir. Herpes, qabar və suluqların müalicəsi üçün istifadə olunur. Varikoz damarları, artrit, artroz, hemoroid və podaqa ağrılarını azaldır. Mədə və 12 barmaq bağırsağın xorası zamanı istifadə edilə bilər. Bir boğaz ağrısı, öskürək və digər boğaz xəstəlikləri zamanı pul ağacının bir neçə yarpağını kəsib şirəsini sıxın. Bir stəkan su ilə qarışdırın. Gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara edin. Çalışın ki, udmayasınız. Burunun selikli qışasının polipozu varsa qarışımla burunu imalə etmək köməyə çatır. 2. Yanıqlar və cızıqlar üçün pul ağacının bir neçə yarpağını götürün. Yuyun və xırda-xırda doğrayaraq sıyıq halına salın. Sonra bu məlhəmi ağrıyan nahiyəyə çəkin. Yaxud cunanı məlhəmə batıraraq bölgəni kompres edin. Kompres zamanı qalın parçadan istifadə etməyin. Cuna üstündən salafan ən yaxşı kompres üsuludur. Suluq və qabarlar zamanı yarpaqlar bütöv və ya sıyıq halında istifadə edilə bilər. Bütöv halda istifadədən öncə yarpaqlar yuyulur və xarici dərisi ehmalca çıxarılır. Sonra yarpaqların şirəli ləti sarğıya çəkilir. Zədələnmiş nahiyəyə qoyulur və üstündən salafanla sarınır. 4. Herpes və həşərat dişləmələri, xüsusən də qan əmən həşərat dişləmələri zamanı pul ağacının yarpaqlarının şirəsini sıxın. Gündə 5-6 dəfə dərini bu şirə ilə yağlayın. 5. Babasil zamanı pul ağacı şirəsinə adi vazelin əlavə edin. Vazelini tam həll olanadək qarışdırın. Gündə 2-3 dəfə bu qarışımdan pambıq çubuğu ilə götürün və ağrılı nahiyəyə tampon qoyun. 6. Varikoz damarları üçün kompres. Tünd rəngli şüşə qab götürün və içinə doğranmış pul ağacı yarpaqları doldurun. Üstünə yarpaqları tam örtənədək spirt tökün. Qabı qaranlıq yerdə 3-4 həftə saxlayın. Müddətin sonunda bu qarışımı varikozlu hissələrə sürtün. Bu məlhəm sinir iltihabı səbəbilə baş verən ağrıları da aradan qaldırmaq mümkündür. 7. Böyrəklərin iltihablı xəstəlikləri zamanı bitkinin 5 yarpağının üzərinə bir stəkan qaynar su töküb 1 saat dəmlənməyini gözləyin. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bir yemək qaşığı qəbul edin. 8. 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı xalq təbabətində gündə bir dəfə ağacın 1-2 yarpağını yemək məsləhət görülür. Nə qədər qəribə olsa da bu ağacı almaq olmaz. Ancaq özünüz yetişdirə bilərsiniz. Bunu etmək üçün pul ağacından qonşu və ya dostlarınızda varsa, cücərtisini ala yaxud sadəcə bir yarpağını qopardaraq suda saxlamaqla onu böyüdə bilərsiniz. Bəs bu bitkidən sizin evinizdə də varmı? Ondan heç dərman vasitəsi kimi istifadə etmisinizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.